Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasının sədri Özgür Özəlin İstanbul Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu'nun iştirak etməyəcəyi seçkilərdə prezidentliyə namizəd olma ehtimalı getdikcə güclənir. Bu barədə Hürriyyət qəzeti məlumat yayıb. Behtimar Araşdırmalar Mərkəzinin Özgür Özəl Cumhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olsaydı səs verərdinizmi sualına Cumhuriyyət Xalq Partiyası üzvləri arasında bəli deyənlərin nisbəti 37,5%, xeyr deyənlərin nisbəti isə 56,3% olub. Amma müxalifətin prezidentliyə namizədinin kim olacağı sualına cavablarda birinci yerdə Əkrəm İmamoğlu gəlir. Əkrəm İmamoğlu namizəd olsa səs verəcəm deyənlərin nisbəti 45,5%-dir. Ankara Bələdiyyəsinin sədri Mansur Yavaş bu baxımdan 25,3% ilə üçüncüdür. Behtimar müxtəlif siyasi segmentləri təmsil edən respondentlərə Əkrəm İmamoğlu namizəd ola bilməsə, Cumhuriyyət Xalq Partiyasının namizədi olaraq kimə səs verərdiniz sualını da ünvanlayıb. Mansur Yavaşın adını çəkənlərin nisbəti 46,2% olduğu halda, Özgür Özəl deyənlərin nisbəti 14,2%-dir. Məlumatda deyilir ki, ümumi sorğularda Prezident Rəcəb Tayyib Ərdoğan səslərini 35,2% artıraraq birinciliyini qoruduğu halda, Mansur Yavaş 32,4% ilə ikinci pilləyə yüksəlib. Özgür Özəlin 15,1% ilə üçüncü olduğu yarışda Xalqların Bərabərlik və Demokratiya Partiyasının namizədinə dəstək 8,3%-dir. Xalqların Bərabərlik və Demokratiya Partiyası da prezidentliyə namizəd irəli sürərsə, dörd tərəfli yarış baş tutacaq. Qeyd olunur ki, belə bir mübarizədə favorit prezident Ərdoğandır. Prezident Ərdoğan 34,7% ilə birinci, Əkrəm İmamoğlu isə 26,3% ilə ikinci yerdədir. Mansur Yavaş 23% ilə üçüncüdürsə, Xalqların Bərabərlik və Demokratiya Partiyasının prezidentliyə namizədi 7,7% dəstək alır.